Gözləyək. Okey, biz yenidən başlayırıq. Qısaca izah elədim ki, kim ki zapisdə baxacaq, onlar yəqin ki aşağıda link qoyacağam mən. Qeydiyyat yoxdur hələ, amma ən yaxşı qiymət təklifi ilə siz qatılmaq istəyirsinizsə, sentyabrda olacaq Primera adlı 3-cü həyat səviyyəsi proqramlaması olan mənim yenə yaradıcılığımı ortaya qoyduğum təlimə ki, hələ qeydiyyat yoxdur. Sadəcə nömrəsini qoyan adamları biz prioritet listinə salacağıq və sizə heç kəsə demədiyimiz qiyməti deyəcəyik. Yəni hamıya qeydiyyat açılanda başqa bir qiymət açılacaq. Orada adını yazan, nə bilim, nömrəsini nədirsə yazan adamlara isə tam başqa bir qiymət açılacaq. Yəni tam aşağı bir qiymət və bu da sizə bir hədiyyədir, bir bonusdur. Məndən, amma şirkətdən yox, məndən gələn bir şeydir sizin üçün. Link olacaq, narahat olmayın. Ortada linki paylaşacaq Aysiyə xanım, narahat olmayın. Telegramda olacaq, o link sonra Instagramda da mən bioya qoyaram gizli şəkildə ki, ancaq siz görəsiniz. Telegramda olacaq, botda, kanalda və s. ki, siz görə biləsiniz. Və biz 3 gün ərzində nə danışdıq? Biraz özət keçək. İlk günümüzdə biz danışdıq ki, birinci, ikinci, üçüncü həyat səviyyələri nədir? Və keçidləri necə aça bilərik? Qısaca özət keçim. Kimlər baxmayıbsa, zapislər olacaq, ona mütləq baxarsınız. Çünki biri-biri ilə çox əlaqəlidir. Yəni, bu 3 dənə, belə deyərlər, hissə bir-biri ilə çox əlaqəlidir. Ən birinci hissəmiz bizdə nə idi? Ən birinci marafon bizdə o idi ki, biz dedik ki, birinci həyat səviyyəsindəki insanlar özlərini hiss etmirlər, öz proqramları, öz duyğuları yoxdur. Yalnızca valideynlərinin duyğu və proqramları ilə yaşayırlar o insanlar. Və onlar duyğuları təkrarlayırlar, proqramları təkrarlayırlar, özlərini hiss etmirlər, özlərini başa düşmürlər, daha çox təşvişlidirlər. Təkrarlanan ssenariləri öz təkrarlanan duyğuları ilə yaradırlar həyatlarında. Və bu təkrarlanan döngülərdən, təkrarlanan emosiyalardan, təkrarlanan hadisələrdən, təkrarlanan şeylərdən çıxmaq üçün biz sadəcə aqressiya səviyyəsinə çatmalıyıq. Yəni o duyğulardan günahkarlıq, yazıqlıq, məyusluq, o bu çıxıb aqressiya səviyyəsinə çatıb oradan keçid eləməliyik ikinci həyat səviyyəsinə. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq özümüzü yazıq kimi hiss eləməyə, artıq utanc duyğusu, artıq günahkarlıq duyğusu, artıq məyus hiss etməyə, artıq rədd edilmə qorxusu və digər bütün qorxu və aşağı o frekanslı hisslər, onların hamısından çıxırıq biraz daha yüksək bir hiss vasitəsilə, bu da aqressiyadır. Aqressiya o demək deyil ki, kimisə şapalaqlayacağıq, yox. Sadəcə daha yüksək vibrasiyalı bir hiss yarananda bizdə, aqressiyamızı icazə verəndə, aqressiyada nədir? Ən azından danışmaq. Düzdür. Məsələn, təbii halda insanın aqressiyası özünü necə göstərib təbiətdə yaşayanda insanlar? Səslə, danışmaqla, yeməklə, parçalamaqla, düzdür və cinsəllik əlavə olaraq. İnsan təbiətində bu aqressiya var. Sadəcə olaraq insan yox deyə bilmir, yaxşı qız obrazına girir, nə bilim, duyğularına, məyusluq duyğusu və s. bunların hamısına yenilir, aqressiyasını bastırır ya da aqressiyasını toksik səviyyədə yaşayır, həzm eləyə bilmir. Ona görə də bu səviyyəni keçid eləyə bilmir, keçə bilmir buradan. Buradan keçid etdiyimiz zaman biz düşürük ikinci həyat səviyyəsinə. İkinci həyat səviyyəsində nə var idi? Yadıma salın. Burada daha yüksək, aqressiyadan da yüksək hisslər var idi. Burada daha çox həyata həzz və ehtirasla baxırsan, qorxuların yoxdur və sən mənə aid hisslər yaradırsan. Yəni, məndə mən varam, mənim özümə aid hisslər var. Artıq mən özümü hiss edirəm. Biz buna biraz yumor qatdıq, gülərək dedik İlhamə Quliyeva enerjisi. Allah rəhmət eləsin ona da. Mənə çox ilham verib uşaq vaxtı. Amma məndə mən varam, mən buradayım enerjisi. Bu nə deməkdir? Məntiqi bir izahla bu sadəcə o deməkdir ki, mən, bəli, mənə aid nə varsa onları tapmışam artıq. Öz hisslərim nədir? Təkrarlanan şeylər yox. Həqiqətən tutalım ki, anam, götürək, anam həmişə özünü məyus hiss eləyib və mənlə kontaktda da mən məyus hiss elətdirib mənə özümü. Və mən ikinci həyat səviyyəsinə keçəndə başlayıram həqiqətən də fərqinə varmağa ki, mən doğrudan da həyatımda davamlı anam kimi məyus olmaq istəyirəm, yoxsa özümə aid bunun yerinə başqa bir emosiya yaratmaq, başqa bir proqramla hərəkət eləmək istəyirəm. Məyus yox, daha çox inam, qürur, həzz, ehtiras bunları hiss eləmək istəyirəm.
Okay? Hı hı. Çıxırıq, doğudan çıxmadan yeni bir şey yarada bilmirik. Bugün niyə hamı mənə gözəlsiz deyir? Dostlar, 2 gündür niyə demirdiniz bunu mənə? Bugün özümü heç gözəl hiss eləmirəm. Kстати, bugün çox yorğunam. Hı hı. Sizin sayənizdə mən aşdım onları. Dostlar, deməli mən həmişə yorğun olmalıyam ki, sizin xoşunuza gəlim, deyəsən. Yatmayacağım bundan sonra gecələr. Okey. Qara sizə yaraşır. Ay, mən həmişə deyirəm yazı. Maç maç. Okey. Əvvəl çox aqressiv. Yox, aqressiv danışıram nə vaxt? Gəlin baxaq. Mənə deyirlər ki, bəzən çox yumşaqsınız, bəzən çox sərtsiz. Niyə? Dostlar, sizcə niyə? Üç həyat səviyyəsi haqqında danışdıq biz neçə gündür. Sizcə niyə mən bəzən aqressiv danışıram, bəzən isə yumşaq danışıram? Sizcə niyə? Əslində sevgidəndir, hər şey sevgidəndir həyatda, inanın mənə. Amma səbəb var. Əgər ortamda insanlar məni dinləyir, baxın, mövzu var, düzdür? 3 gündür hamı gəlib bura, üçüncü həyat səviyyəsi ilə bağlı təslimiyyət, yaradana inam, kontrolü buraxmaq və s. daha yüksək bir həyat standartları ilə bağlı özlərində işləməyə. Və bu standartları, bu tezliyə keçə bilən insanlar gəlib bura, düzdür? Bu tezlikdəki insanların məni anlaması üçün qışqırmağıma ehtiyac yoxdur. Aqressivləşməyimə ehtiyacım yoxdur. Çünki bu şeyə keçən, bu vibrasiyaya keçə bilən insanlar onları qışqırmağa ehtiyac yoxdur. Çünki baxın, mənim bir psixoloqum var, həmişə deyir ki, yüksək vibrasiyada yaşayan insanlar həmişə sərçələrin səsini eşidə biləcək qədər həssasdırlar. Üçüncü, yuxarı səviyyədə, yuxarı frekansda duyğular yaşaya bilən insanlar. Yəni, o qədər həssasdılar ki, təbiətin, yarpağın, sərçənin, çayın, dənizin səsini, qoxusunu, hər şeyi hiss eləyə bilirlər. Həyata başqa cürə baxırlar. Daha estetik, daha hissli baxırlar həyata. Yuxarı duyğularda yaşayan insanlar, əlbəttə onların həyat şəraiti daha yaxşı olur. Amma təşvişli insanlar, valideynlərin duyğularını təkrarlayan insanlar, hansılar ki, hələ aqressiya səviyyəsinə çatmayıblar, onlara ayıltmaq üçün, məsələn, kimsə gəlirsə, borcunu problem eləyirsə, kimsə bəli, sanki psixoloji olaraq itirib nəyisə, duyğularında itib, məyus hiss edir, bilmir özü kimdir, valideynlərinin duyğularından ibarət, yoxsa öz duyğuları var, həyata həzlə baxa bilmir, təslimiyyətə hələ heç təslimət sözünü belə başa düşmür. Və mövzu ola bilər ki, tam fərqli. Bundan əvvəl nə barədə danışırdıq? Məsələn, rədd edilmə barədə danışanda tutaq ki, neyləmək lazımdır? Mən əlbəttə ki, vibrasiya, müəyyən bir səs tembrini qaldırmalıyam, qışqırmalıyam ki, ora çatım. O simə çatım sanki. O simə çatım. Başa düşürsüz? O nöqtəyə çatım. O sarı simə dəyə bilim mən. Oyatma effekti versin. Baxın, məsələn, qışqıra-qışqıra danışdığım bütün videolar 1 milyona yaxın baxış yığır. Özünüz Instagramda baxa bilərsiniz. Sakit danışdığım videolar dəhşət çox satış gətirir mənə əslində. Amma çox az baxış yığır. Niyə? Çünki sakit danışdığım videoları eşidə bilən insanlar, necə ki, təbiətdə quşları, sərçələri, dənizin səsini və s. eşidə bilən insanlar daha yüksək vibrasiyada insanlardır. Eyni cürə sakit danışanda da bir şey başa düşə biləcək qədər kontrolü buraxmış, təslimiyyətdə olan insan, təşvişsiz olan insan, bu insanların sayı doğrudan da azdır. Və ona görə də daha az baxış yığan videolardan daha yüksək satış gəlir. Amma qışqırıram mən, çox baxış yığır. Hype'lı tema seçirəm, çox baxış yığır. O videolarda məsələn satış gəlmir. Sadəcə baxış yığır. İnsanlar gəlir yavaş-yavaş mənim frekansıma keçməyə çalışırlar, anlamağa çalışırlar məni və s. və s. Məsəl sakit, yəni normal həyatda ümumiyyətlə lap sakit danışıram. Hələ burada biraz şeydir. Yəni ona görə də mövzudan mövzuya fərq var. Hətta mən əgər bir gün, mən heç vaxt 5 ildə borcla bağlı webinar açmamışam, amma bir gün borclarla bağlı danışsaq, vapşı gələn mən özümdən çıxım. Yəni elə danışım ki, mən lap belə ayıltmaq effekti versin, qışqıra-qışqıra, təkrarlaya-təkrarlaya. Çünki borca düşmüş, minusa düşmüş adamın daha çox ayılmağa,
Daha çox aqressiyaya ehtiyac var. Borc da var, borc da var. Bir var ki, sən investisiya üçün borclar var. Bir də var ki, sən ümumiyyətlə pulun yoxdur deyə borc edirsən. Yəni başqa biraz mövzulardır bu ikisi də. Hı hı. Okey. Pul axışı zəifdir yazırsınız. Gəlin bu haqda bu haqda biz danışaq. Amma izahım qaldı. Özəti keçək. Pul axışı zəifdir haqqında danışaq. Kimə maraqlıdır pul axışı zəifdir mövzusu? 9 işarəsi qoyun chatda. Mən 3-cü səviyyəni izah edeyim. Sonra keçək bu barədə danışaq. Sonra texnikamızı eləyib webinarımızı bitirək. Okay? Əla. Pul axışı zəifdir. Kimə maraqlıdır? Maşınınız necə oldu? Çox sağ olun. Vəziyyəti yaxşı deyil. Orta ağır dəyərləndirilir. Düzəltməyə çalışırıq. Əsas odur ki, hissələri var servisdə. Hı hı. 9 yazanlar. Hı hı. İndi 9 yazanlardan əlavə kim istəyir aşkdan danışmaq? Sizlər 9-ları deyin ki, yox 9 istəmirəm, 5 qoyun. Kimə aşkdan danışmaq istəyirəm? 5 qoyun. Aşk, meşk, sevgi. Oy, 9-u vurmağa başlayır 5-lər. Fikir verin, hamı 5 yazır. Mən aşk istəyirəm, biri mən pul istəyirəm, biri mən aşk istəyirəm, biri mən pul istəyirəm. Əgər insanlara nəsə verə bilsəydim, onlara yəqin ki, pul yox, aşk verərdim. Belə bir gücüm olsaydı kaş ki. Amma çalışacağım da bugün ikisi haqqında da danışmaq. Çox maraqlıdır. Kişilər aşk istəyir, qızlar pul istəyir. Çox qəribə bir zəmanəyə gəlmişik biz artıq. Çox qəribədir. 9 var, 5 var. Amma mən 5-ləri gördüm. Çox uydular 5-lər. Danışacağım, narahat olmayın. İkisi bir arada bəs ondan danışacağım da. Ona görə mən heç vaxt sualı elə belə vermirəm. Heç bir sözü, heç bir hərəkəti elə belə istifadə eləmirəm. Hamısı məqsədlidir. Təzə başlayanda demişdim mən ki, həyatda hər bir baxış, hər bir hərəkət belə məqsədli eləmək lazımdır. Hı -hı. Kişilər aşk istəyir, qızlar pul istəyir. Kimsə maraqlı bir açıqlaması varsa bununla bağlı deyə bilərsiniz. Hı -hı. Tak, ikinci səviyyəyə keçmək üçün biz aqressiyamızı açdıq, biz mən səviyyəsinə çatdıq. Mənim mənə aid hisslərini yaratdıq və əlbəttə ki, burada həyata qarşı daha ehtiraslı baxırıq. Biz hər şeyə qarşı maşın istəyirik, ev istəyirik, nə bilim, hər şey istəyirik, amma özümüzə aid bir şey isbatlama çabası ilə yox, gözəl yaşamaq istəyirik biz həqiqətən. İkinci səviyyədən üçüncü səviyyəyə keçmək üçün, keçmək mütləqdir bu arada. Amma üçüncü səviyyəyə keçid üçün bizə lazımdır ürəyimizi açmaq. Ürəyini açmaq nə deməkdir? Yəni sadəcə insan həmişə mən səviyyəsində qala bilməz. Mən məni doldururam enerji ilə, resursla, hisslərlə və mən keçirəm xidmətə. Mən özüm o qədər resurslu oluram ki, başqasına da çata bilirəm mən. Başqasına da Başqasının yanında ola bilirəm, başqasına səsimi çatdıra bilirəm, köməyimi, dəstəyimi, xidmətimi, nə bilim, iş qura bilirəm. Artıq özüm o qədər doluyam ki, işlərimi böyüdə bilirəm və s. Həyata artıq pul pəncərəsindən ya da öz pəncərəmdən baxmıram sadəcə olaraq. Sadəcə mən özüm o qədər xoşbəxtəm, özüm o qədər doluyam ki, artıq mən daha verici olmağa başlayıram, mən xidmətə keçirəm. Və xidmətə keçə bilməsi üçün insanın ürəyini açmalıdır. Yəni, insan həssaslaşmalıdır. Bu da nə deməkdir? Hiss eləməyə bacarmalıdır insan. Başqası nə istəyir? Başqasına nə lazımdır? Başqa birinin ehtiyacları nədir? Başqa birinə necə xidmət eləyə bilərəm? Bütün bunları hiss eləməyə başlamaq üçün ürəyimizi, hisslərimizi açmalıyıq. Həssaslığımıza təslim olmalıyıq. Bu təslimiyyəti keçəndən sonra, həssaslığımıza təslim olandan sonra ego
pərdəsini endirəndən sonra biz keçirik xidmətə. Biz artıq başlayırıq öz anlayışımızdan çıxmağa. Artıq özümüz o qədər doluyuq ki, o doluluqla verməyə başlayırıq dünyaya. Və buradan daha çox xidmətə keçəndə daha çox da təslimiyətdə olursan sən həmçinin. Niyə? Çünki yaradan bizə enerji, potensial, hisslər, hər şey nəyə görə verib? Ona görə verib ki, biz dünyaya xidmət edək. O da seçilmiş insanlar olur. Dünyada 80% insan demək olar ki, özünüz də statistikaya baxsanız, ümumiyyətlə Google-da, ChatGPT ilə və s. ümumi bir statistikaya baxsanız görərsiniz ki, 80% insan digər 20%-ə nisbətdə çox daha fərqli yaşayır. Yəni 80% insan hər tərəfli çox fərqli yaşayır. Nə mənada? Xoşbəxtlik səviyyəsi, pul səviyyəsi, maddiyyat, hisslər səviyyəsi, xidmət səviyyəsi, sağlamlıq səviyyəsi və s. ümumi rifahı götürsək, rifah sözü ilə əvəzləsək hər şeyi, insanı dərindən nəfəs aldıran şeylərdə belə deyərlər. Götürsək, 80% insan dərindən nəfəs ala biləcək qədər rahat yaşamır dünyada. Ona görədir ki, balaca evlər, məsələn, ucuz evlər, bunların sayı daha çoxdur, nəinki tutaq ki, daha rahat bahalı evlər. Ona görə də ekonom klassda yerlər daha çoxdur, nəinki first classda. Məsələn, təkcə pulla bağlı, düzdür? Hisslərlə bağlı isə, ona görə də məsələn, adlı şey, dənizin səsini, quşların səsini sadəcə bir qism insan həqiqətən hiss eləyib eşidə bilir. Digər 80% insan ümumiyyətlə həyatı ruhsuz, hiss etmədən yaşayır, görmədən yaşayır. Estetika anlayışına hər kəs gəlmir, məsələn üçün. İnsanlar çətinliyi seçir, 80% insan. Hər tərəfli, hər tərəfli. Və münasibət belə, sevgi, yaşamaq belə, davamlı qırışmaq, mübarizə, dava və s. İnsan münasibətləri belə bu aspektdə dönür insanların həyatında. Amma ikinci səviyyədə yaşayan insanlar isə təqribən mənə görə məsələn 15% insan məncə ikinci həyat səviyyəsində yaşayır. Bunlar daha çox öndə olan insanlardır. Bunlar daha çox sərhədləri olan, mən anlayışı olan insanlardır. Bunlar xüsusi qruplaşmalar quran insanlardır ki, öz aralarında dostlaşırlar və daha çox ikinci səviyyədə yaşayan insanlar puldan, biznesdən, nəsə almaqdan, nəsə yaratmaqdan, bəziləri ifrata qaçır, bəli, bəziləri çox egoist olur, bəli, bəziləri isə yavaş-yavaş üçüncü səviyyə keçiddə olur, bəli, amma belə insanlar siz tanıyırsınız. Bir çox blogerlər üzdə gördüyünüz ikinci həyat səviyyəsində yaşayır. Dünyada sadəcə 5-10% insan daha çox həyatını üçüncü həyat səviyyəsindən yaşayır. Bu insanlar dəqiqliklə biz deyə bilmərik ki, mütləq bir insan milyardı varsa üçüncü səviyyədədir. Yox. Sadəcə olaraq ümumi rifahı götürsək, ortalama, ədədi ortasını götürsək, ümumi rifah. Blogerlər də dəyişir. 2-3 fərqi yoxdur. Bəziləri birinci həyat səviyyəsindədir. Bəzi üzdə olan insanlar var ki, bütün var dövlətini, malını, mülkünü birinci səviyyədən vurur. Aqressiya ilə, mübarizə ilə, isbatlama çabası ilə, qırğınla, dava ilə, belə necə deyərlər, qopararaq, öz sağlamlığı hesabına, öz bütün sinirləri hesabına, belə deyərlər, öz həyatı, hətta münasibəti hesabına. Dünən rəfiqəmlə danışırıq. Kstati, Gülayla söhbət edirdik dünən axşam ki, məsələn, bəzi müğənnilərimiz var, onlardan soruşursan ki, sən intervyu götürürlər, deyirlər ki, sevgi həyatınız haqqında nə düşünürsünüz? Onlar deyirlər ki, yox, mən sevgi istəmirəm, pul qazanım, bəsdir, nə bilim, mahnı oxuyum, bəsdir və s. Və bu onu göstərir ki, mən ürəyimi bağlamışam da, kompensasiya hesabına mən istəyirəm pul qazanım daha çox. Yəni, sadəcə hər şey kompensasiya hesabına eləyirəm. Yəni, bu da birinci səviyyədən belə o var dövləti qurmaq olar, amma ümumi rifahı götürsək nə olur bəs? Ədədi ortanı götürsək nə olur bəs? Ondan gedir söhbət. Ümumi rifah anlayışında, bəli, üçüncü səviyyədə insanlar pulla bağlı narahat olmurlar, daha yaxşı yaşayırlar, daha rahatı, yaxşını, ən yaxşısını etsə özlərinə onu icazə verirlər, düzdür? Və s. və s. Amma üçüncü səviyyədə insanlar daha çox xidmətə yönəlik insanlar. Yəni, xidmətdə olmayan bir insan deyə bilmərik ki, üçüncü səviyyədədir. Daha çox təslimiyyətdədir, daha çox xidmətdədir, daha çox resursu var, özü doludur, başqalarına nəsə verə bilir. O insanların gözlərində o qığılcımı hiss eləmək olur. Baxın, toksik insanlar var.
ortama daxil olduqları zaman. Siz mənə deyin, indi bir şey deyəcəm, kim başa düşsə 8 rəqəmi qoyar çatda. Bəzən ortama daxil olursan, elə xanımlar, elə kişilər var ki, istənilən bir ortamda. Bayaq mən bir yerə getmişdim. Orada mən kiçik bir söhbətim oldu, çox qısa. 3 cümləlik. Bir bəy gözləri belə baxır insana. Bilirsiniz nə demək istəyirəm? Bəzi xanımlar, bəzi bəylər var, gözləri belə baxır sənə. Gözünün içərisindən belə bir hiss yayılır ki, hələ deməmişəm nə dediyimi. Bir dənə baxın. Gözünün içərisindən belə bir hiss yayılır ki, mən sevgisizəm, mən acam, sənə heç nə verə bilməyəcəm mən. Sənin üçün heç nə eləyə bilməyəcəm. Amma özümü belə necə deyərlər? Özümü yaraşıqlı göstərəcəm, nə bilim, özümü gözəl göstərəcəm. Qadınlar sinəmi açacam deyir, nə bilim, nəsə eləyəcəm mütləq şəkildə. Gözüm, bir də söz var, gözü yeyir sanki adam bu belə. Gözü ilə yeyir adamı. Göz parıldayır, hər şey yaxşıdır, amma gözü ilə yeyir. Nə mənada? O insanlar diqqət çəkir, bəli. Amma niyə? Çünki sevgiyə acdılar sanki. Şorgöz də yox ha. Şorgözdən söhbət getmir. Sadəcə göz acdı sanki. Göz yeyir, göz axtarır sevgiyi. Kimdən yeyim, kimdən sevgi alım? Bu insanlar yaraşıqlı ola bilər, çirkin ola bilər. Bu insanlar gözəl ola bilər, çirkin ola bilər. Bu insanlar seksual ola bilər, seksual olmaya bilər, açıq geyinə bilər, qapalı geyinə bilər. Amma bu insanlar balaca o şenoklar olur, belə-belə baxırlar. O enerji ilə baxırlar. Çox zaman da gözləri çox parıldayır. Çünki balaca belə ağ rəngdə sabaçkalar olur, gözləri belə-belə parıldayır. Sanki çox belə şeylə baxır ki, mən çox çarəsizəm, nə olar? Mənim üçün nəsə elə. Bu enerji ilə. Və bir çox qadın çox gözəl ola bilər, çox seksual geyinə bilər və hamı ona yaxınlaşa bilər, amma o his gəlirsə ki, mən boşam özüm, sadəcə səndən nəsə almağa gəlmişəm mən. Səndən nəsə almağa gəlmişəm mən. Bu hiss edilir. Bəli, bəli, çata qəşəng bir smaylik atıblar. Belə bax, gözlər belə parıldır. Bu insanlar bir də gözümüzə çox gözəl görsənir niyəsə. Çünki biz hiss eləyirik ki, sanki bu insana mən nəsə çupa-çups verəcəm, sevinəcək. Belə bir hiss gəlir sanki. Bu şey gəlir. Və bu insanlar məsələn, birinci həyat səviyyəsindədirlər. Çünki mən boşam sanki, sənin üçün nə edəcəyimi belə bilmirəm. Yəni, əm, boşam da, resurs yoxdur məndə. Sadəcə olaraq göz var, baxıram. Sadəcə olaraq o hissi yayıram ki, mən çox qəşəyəm sanki. Və özgüvən dediyiniz anlayış, mən əslində özünə güvən sadəcə ikinci həyat səviyyəsində formalaşır. Niyə? Çünki məndə mən varamsa, mən bilirəm ki, məni necə sevmək olar. Məndə mən yoxamsa, mən bilmirəm məni necə sevmək olar. Mən çünki özümü tanımıram hələ. Məndə mən yoxamsa, mən özümü tanımıram, yenə də deyirəm. Özümü sevə də bilmirəm, özümə güvənə də bilmirəm. Çünki məndə mən yoxdur. Mən birinci həyat səviyyəsində davamlı ana atamın emosiya proqramı, onların hissləri, ssenariləri və s. təkrarlayıramsa, məndə mən yoxdur. Mən kimə güvənəcəm ki? Mən özgüvən necə formalaşsın? Özüm yoxam axı burada. Ancaq mən ana atamın hisslərindən, emosiyalarından ibarətəm. Və özgüvən sözü bizə mücərrəd bir şey kimi anlatılır. İllərlə mənim kafamı çox kurcalayıb bu türklər demiş. Amma çox rahat bir izahını tapdım mən son 2 ildə xüsusilə də. Çox rahat izah budur ki, mən özüm varamsa özümdə, özüm kiməm, nədir mənim hisslərim, nə istəyirəm, ehtiyaclarım nədir, bunu görə biləcək resursa çatmışamsa mən, yalnızca o anda mən özümə də güvənə bilirəm. Çünki baxıram, bilirəm bu kimdir, kimə güvənirəm mən. Çünki ən azından bir şey deyək. Baxın, bir misal verəcəm sırf özgüvən haqqında. 1, 2, 3-cü səviyyədən biz baxa bilərik. Məsələn üçün qızların problemi olur həmişə. Həmişə deyirlər ki, mən münasibətlərdə istədiyim kimi sevilmirəm, mənə lazım olan şeyi mənə vermir insanlar. Düzdür, belə bir problemi olanlar varmı? 3 rəqəmi qoyun. Mən münasibətdə görülmürəm, sevilmirəm, mənə istədiyim vermirlər, toksik ilişkilərə gedirəm, soyuq kişilərə gedirəm, bədboylara vuruluram, nə bilim, ancaq məndən cinsəllik istədilər, nə bilim, dəhşət çox münasibətlə bağlı maraqlı bir
problemlər toplusu yazırsınız mənə. Və bunlar demək olar ki, çox 90% insanda təkrarlanır. Mənə toksik davrandı, mənə hədiyyə almadı, məni istədiyim kimi sevmədi, mənim sərhəddimi pozdu, məndən ancaq cinsəllik istədi, mənə ciddi baxmadı, nə bilim, məni hələ şiddətdən falan danışmıram mən. Şiddətdən falan danışmıram. İstifadə elədilər, atdılar və s. Hələ şiddəti demirəm mən. Yəni düşünün. Hələ mən narsisti falan demirəm. Hələ mən söyəni demirəm. Bunlar kənara, amma bir də mənə xəyanət edildi deyirsiniz məsələn. Ə, baxaq görək, sırf bəzi insanlar deyir ki, özgüvənli ol keçəcək, amma başa düşmürsən ki, bəs necə? İndi baxın, birinci həyat səviyyəsindəki insan özü də başa düşmür ki, bu şeylər başıma necə gəlir? Necə olur ki, mənə xəyanət edirlər, başa düşmür. Ona görə sual verir, başlayır özünü qurban kimi hiss eləməyə hadisələrin kim, necə oldu bu baş verdi? Necə oldu narsist gəldi? Necə oldu manipulator gəldi? Necə oldu məni vurdular, nə bilim, məndən ancaq cinsəllik istədilər və s. Kasıb gəldi. Ancaq kasıblar gəldi. Qızlar, gülməlisiniz bəzən. Mənə niyə ancaq belə gəldi və s. Nə bilim, keçəllər gəldi, başıboşlar gəldi və s. Və insan birinci həyat səviyyəsində özü başa düşmür ki, öz reallığında, məsələn, yazdınız, məni kasıblar tapır, düzdür? Öz reallığında bu kasıbları bu necə eləyir ki, onları seçir? Öz reallığında necə olur ki, toksiki seçir? Öz reallığında necə olur ki, gedir məhz elə bir insanla kontakt qurur ki, o ondan ancaq cinsəllik istəyir, sərhədlərini pozur, dürtməyə başlayır, dürtür. Yəni bunu başa düşmür insan birinci həyat səviyyəsində. Bunu mən necə elədim? Ona görə qurban roluna düşür. Çünki qurban rolundan çıxmaq üçün mən başa düşməliyəm ki, özüm bu ssenarini necə seçirəm. Niyə başa düşmür? Çünki təkrarlanan ssenari yaşayır sadəcə olaraq. Baxın, uşaq vaxtından öyrənib ki, tutaq ki, ən primitiv bir misal, xəyanəti izah eləsək, uşaq vaxtından bu uşaq böyüdüyü ailədə öyrənib ki, mən mama ilə atanın arasında qalıram. Toksik bir evdəyəm, mama ilə atanın arasında qalıram, adrenalin yaşayıram və məni mama ilə ata görmür, ancaq bir-birlərini görürlər. Ata məni seçmir, mama ilə dava eləməyi seçir. Mama məni seçmir, mama da ata ilə dava eləməyi seçir. Ya da ümumiyyətlə tərk edilmişəm və s. Və mən evdə öyrənmişəm özüm üçün yox bir uşaq olaraq. Mama atanın duyğularını nəzərən yaşamağı. Arada qalmışam belə deyərlər. Üçlü münasibətə girmişəm uşaq vaxtı. Arada qalmışam. Böyüyəndən sonra mən avtorejimdə, çünki mən ucu bunu öyrənmişəm. Bu cürə kommunikasiya qurmağı öyrənmişəm. Ancaq bu mənə norma kimi gəlir. Özümdən asılı olmadan fərqində deyiləm. Əgər mən fərqində deyiləmsə, işləməmişəmsə bu duyğunu, özümdən asılı olmadan insanlarla kontaktı elə qururam ki, eynən mama atam kimi 3 nəfər arada qaldığım kimi kontaktlar qurulsun və точно oradakı kimi hissləri yaşayım. Ona görə də mən xəyanət, evli kişilər, nə bilim, babniklər və s. və s. bad boylar və s. Onların içinə düşürəm. Bəli, xəyanət qorxusuna haqlı çıxaran kişilərin içinə düşürəm. Mən davamlı üç bucaqlarda qalıram. Hardansa Lolita çıxır, nə bilim, hardansa Lolita. Məndən soruşurlar ki, Lolita niyə pis olmalıdır ki, indi rus dildə pis olmalıdır. Lolita olsun, Nüşabə olsun, nə bilim, Gülvedrə olsun, hardansa çıxır. Bu insanlar üçlünün içərisinə düşürəm. Okay. Və məsələn, çox insan başa düşmür. Love bombinga niyə düşdüm mən? Love bombinga niyə düşdün? Çünki sən uşaq vaxtından sənə təhlükəsiz gələn şey olub ki, sənin maman emosional olaraq çox partlayış yaşayan biri olub davamlı. Və sən toksik mama ilə böyümüsən, fərqində deyilsən. Uşaq vaxtından bəri sənə təhlükəsiz gələn sevgi şəkli sadəcə olaraq bu şey olub, necə deyərlər? Təşvişli toksik mama. Və sən bununla kontaktda öyrənmirsən ki, belə insanlarla necə kontakt qurmaq olar. Və başqa bir toksik biri gəlir, görür ki, sən çox yaxşı bilirsən toksiklərlə necə kontaktda olacaqsan. Yəni, sənə yapışmır. Sadəcə o başa düşür ki, sən onu başa düşərsən, o da səni başa düşəcək və sən belə seçim edirsən. Sən özgüvən yaratmaq üçün birinci səviyyədə qalsan, bu duyğuları işləmirsən, hələ heç nəyi başa düşməsən ki, necə kör təbii şəkildə kopyalayırsan hər şeyi. Bu düzəlmir heç cürə özgüvənlə. Sən sadəcə bunu işləyib ikinci həyat səviyyəsinə keçəndə, bu da nə deməkdir özgüvən? Yəni mən başa düşəndə ki, mənim ehtiyaclarım nədir? Bir,
Mən kiməm? Mama atamın duyğuları olmayanda mən kiməm? Onlardan kənarda. Mən kiməm? Öz duyğularım nədir? Nə hiss edirəm? Nə istəyirəm? Necə sevilmək istəyirəm? O zaman mən başa düşürəm ki, mənə tam uyğun olan insan kimdir? Görünüşcə yox, keçəldir, burnu əyridir, bunlarla yox. Sadəcə olaraq mən hisslər anlamında başa düşürəm ki, mənim ehtiyacım olan şey nədir? Mənə sakit birimi lazımdır, yoxsa hərəkətli birimi? Mənə evdar birimi lazımdır, yoxsa macəracı birimi? Nə bilim, mənə kontrolcu biri daha uyğundur, yoxsa nə deyə bilərik? Ümumiyyətlə qısqanmayan sakit biri. Mən ancaq özümü tanıyanda, biləndə ki, mən raw halda, yəni tam lüt halda, lüt nə mənada? Mamanın atanı yapışdırdığı, onlardan süngər kimi çəkdiyim şeylər olmadan. Xam halında, bəli, xam halında mən kiməm, nəyə? Nə ehtiyaclarım var? Bu ehtiyaclarımı anladığım anda yalnız anlamalıyım. Mən əgər bilsəm ki, nə istəyirəm yeməyə, mən gedib onu alacağam. Mən bilməsəm ki, nə istəyirəm yeməyə, qabağıma iyrənc bir, nə bilim, tüpürüb bir yemək atacaqlar, bişməmiş, iyrənc. Mən onu yeyəcəm. Çünki mən bilmirəm nə istəyirəm. Özüm bilmirəm ehtiyacım nədir. Seçəcəm, onu yeyəcəm. Tutaq ki, məsələn, mən bilirəm zövqləri. Mən bilirəm ki, mən fast food yeyəndə qarnım ağrıyır. Ona görə də ac olsam da fast food yemirəm. Düzdür? Bu da elə bir şey. Sən öz ehtiyaclarını anlayırsan, özünü tanıyırsan, o zaman başa düşürsən ki, kimi seçə bilərsən. Okay? Sən kimi seçə bilərsən. Bugün mən niyə hamıya gözəl görsənirəm? Okay. Bu arada dodağımda olan dolğunu 2 ildə təzələməmişəm. Demək olar ki, əriyib artıq. Demək olar ki, əriyir artıq. Çox soruşurdunuz ki, dodağınızı kimi eləyib falan, amma 2 il öncə də qalıb demək olar ki, çünki əriyir artıq. Demək olar ki, əriyib, o da yoxdur. Botoks falan da yoxdur, yəni. Bunu görəm. Deyə bilmirəm. Bəzən soruşursunuz, kim eləyib falan, amma bir şey yox. Amma kosmetoloqum var. Bir dəfə onunla nəsə kiçik bir video çəkərəm sizə. Heç nə eləmədiyimiz haqqında. Amma bəzən nə baxım etdiyiniz haqda. Məsələn, bunu çəkə bilərəm sizin üçün həyatımı. Və bəli, bəli, bəli. Mən ağlayanda qəşəng görsənirəm doğrudan. Amma güləndə özümü o qədər bəyənmirəm, nə qədər ki ağlayanda. Bunu da düzəldəcəm mən. Düzəldəcəm mən. Çox sağ olun dostlar. Bu sizin qəlbinizin gözəlliyidir. Bir insanı gözəl görmək sizin qəlbinizin gözəlliyidir. Başqa heç nə. Eyni insanı, bəzi insanlar mənə baxır hər gün kommentlərdə yazır ki, fu, nə iyrəncsən, özünü bir şey sanırsan, nəyə oxşuyursan, biri deyir zövqsüzsən, biri deyir qombulsan, hərə bir şey yazır. Amma hər kəs öz qəlbinin gözəlliyi ilə görür də digər bir insanı. Ona görə də kimsə gözəl görmək sizin gözəlliyinizdir, o insanın gözəlliyi deyil, o insan əlaqəli deyil çox zaman. Və İkinci həyat səviyyəsində dostlar, səndə özgüvən avtomatik yaranır. Avtomatik niyə? Çünki sən özün artıq bilirsən ki, xam halda, çox sağ olun tərcüməyə görə bu arada, xam halda siz kimsiz, nə hiss eləyirsiniz və ehtiyacınız nədir? Mən sizə deyəcəm, sırf pul mövzusunda da eyni şeydir. Çünki birinci həyat səviyyəsində sən özün başa düşmürsən ki, niyə borca girirsən, niyə pul maaş vermirlər sənə, müdirlə problem çıxır, niyə işləyə bilmirsən, niyə sən satış gəlmir, niyə səni görmürlər. Çünki sən özünü tanımırsan. Uşaq vaxtından hansı hissləri keçirmirsən, o hisslərə uyğun müdir tapırsan, o hisslərə uyğun insanlarla kontakta girirsən, o hisslərə uyğun insanlarla işləyirsən, o hisslərə uyğun müştəri seçirsən özünə. Yalnızca o hisslərdə qalırsan. Məsələn, mən tez-tezə başlayanda ancaq özünü yazıq kimi hiss eləyən insanlarla kontakta girib onları müştərim eləyirdim. Çünki fərqində deyildim, avto rejimdə eləyirdim bunu. Fərqində olandan sonra artıq müştərini belə seçirəm. Müştərimi belə seçə bilirəm. Və insan anlamayanda ki, bu müştəriləri, bu müdiri, bu işi, bu pul döngüsü deyək də, necə seçir həyatında? Çünki hamısı təkrardır valideynlərlə yaşadığımız duyğuları. Sən bilmirsən ki, necə sən istədiyin qədər məbləği də həyatında yarada bilərsən.
İstədiyin qədər məbləğləri həyatında yaratmaq da necə? Yəni sadəcə qazana bilmək üçün, götürə bilmək üçün və s. Sən nə etməlisən? Sən özünü başa düşməlisən. Sən bilməlisən ki, sənin resurs səviyyən nədir, sənin potensialın nədir, sən nədə özünü daha yaxşı göstərə bilirsən, sən nəyi daha yaxşı hiss eləyə bilirsən, sən nədə özünü idarəçilikdə mi yaxşısan? Məsələn, bəzi insan var ki, inanın mənə, mən elə insan tanıyıram ki, sırf rəssamdır məsələn. Sosial olaraq heç nə eşitməyib, çox yaxşı öz iç səsini dinləyib, öz ehtiyaclarını anlayıb, sosial deyilənləri eşitməyib, amma sırf rəssam olaraq milyonlar qazanır. Heç bir iş qurmayıb. Heç nə də, yəni sosial normal heç yerdə işləmir, heç bir iş qurmayıb, sadəcə rəsm əsərlərini çəkir. Və görsənir, çünki öz nutrosundadır, özü kimidir. Bəzi insan da var ki, sosial normalar deyir ki, məsələn, iş qur, daş daşı, onu elə, bunu elə, gedir eləyir, amma özündən uzaqlaşdığı üçün, öz ehtiyaclarını görə bilmədiyi üçün, nə qədər iş qursa, neynəsə hamısı batır. İşini qura bilmir. Yəni qurur amma hamısı batır, hamısı alınmır, bir türlü bir düz yola çıxa bilmir. Niyə? Çünki özündə deyil, təkrarlanan şeyləri yaşayır, özündə deyil. Çünki sən öz ehtiyaclarını, öz resurs səviyyəni, öz potensialını, necə, hansı rejimlə işləyəndə sən daha resurslu olursan, daha verici olursan, bunları anlamırsansa, öz duyğuların nədir, hansı duyğu sənə daha çox barıt rolunu oynayır, hansı duyğu necə olur və s. Sən öz nutronla qalıb, sırf o resursunla, öz enerjinlə sən daha çox pul qazanırsan. Anlaya bilirsinizmi nə demək istədiyimi? Nədir fərq? Niyə bir insan rəssam olur, pul qazanır, o birisi insan rəssam olur, pul qazana bilmir? Niyə bir insan iş qurur, pul qazana bilir, o birisi insan iş qurur, pul qazana bilmir? Niyə? Çünki biri birinci səviyyəli duyğularla buna baxır, bunu eləyir, özündən uzaqlaşır. Biri isə resurs səviyyəsini başa düşür. Birinci səviyyəli duyğulara girmir, öz duyğuları, öz ehtiyacları ilə bunu eləyir. Məsələn, mən çox yaxşı başa düşürəm ki, mənim böyük bir marafon keçirməyim üçün bir ay istirahətə ehtiyacım var. Mən çox yaxşı başa düşürəm ki, 2 ayda bir mən ən az 2 ayda bir mən haralarsa uçmalıyam, gəzməliyəm ki, resurs toplayım. Mən bilirəm ki, mənim işimdə müdir olmamalıdır ki, mən daha yaxşı işləyə bilim. Amma məsələn, rəfiqəm var mənim. O çox yaxşı bilir ki, onun işində müdir olmasa, o yaxşı özünü göstərə bilmir. Onun nutrosu budur. Ona görə də o sırf bu sahədə yaxşı qazana bilir. Bu cürə yaxşı qazana bilir. Öz duyğularındadır çünki onun ehtiyacı yoxdur. Təkrarlanan bir şey yaşasın, başqasının duyğularına keçsin və s. Özü necədirsə elədir. Ola bilər ki, onun atası, maması iş adamıdır həmin xanımın. Amma özü deyir ki, mən iş adamı olmaq istəmirəm. Mən işləmək istəyirəm, müdirim olsun. Çünki nutrosunu başa düşür, özünü başa düşür, özünü hiss edir. Yalnızca bu halda mən bilirəmsə ki, mən kiməm, özümü bildiyim, anladığım, hiss etdiyim etapda mən həyata daha ehtiraslı baxıram, daha resurslu baxıram, resursumu düzgün istifadə edə bilirəm və mən yalnızca bu anda həyatımda sevgidir, puldur, odur, budur və s. bunların hamısını yarada bilirəm. Dostlar, bu momentdə Asiya xanımdan, Nərmin xanımdan xahiş edəcəyim mən ki, bizim sentyabr ayında olacaq Primera proqramına ön qeydiyyat, sadəcə ön qeydiyyat, ödəniş falan yoxdur. Kimlər ki istəyir ən yaxşı qiymətlə öncədən nömrənizi qoyarsınız, nə olsa ən birinci sizin xəbəriniz olsun. Siz nömrənizi, adınızı yaza bilərsiniz. İndi qeydiyyat linki gələcək Telegramda sizə. Instagramdakılar Telegramı keçdiyim biyodakı linkdən görəcəksiniz. 5 dəqiqə sonra linkim. Anlaşdıqmı? Anladımı hər kəs 7 qoyun davam eləyək. Gəlirik aşk və pula. 7 qoyun ki başa düşdü, qeydiyyatdan keçirsiniz, nömrənizi yazırsınız, pul istənilmir sizdən heç bir şeyə, məhkum olmursunuz nömrənizi qoymaq, sadəcə şansınızı artırırsınız, nə mənada ki, ən aşağı qiymət təklifi prosta sizə gələcək. İstəyirsiniz qatılın, istəmirsiniz qatılmayın. Biz 2 dəfə kiməsə yazmırıq. Bir dəfə xəbər eləyirik, istəyirsiniz qatılın, istəmirsiniz özünüz bilərsiniz. Ay, 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 ay. Zeytin ağacına bəli, baxırsınız. Yəqin ki, məni dinləyəndən sonra Zeytin ağacı başa düşülən bir film olur. Yox, əgər siz heç vaxt özünün inkişafda olmamısınızsa, Zeytin ağacı fuflu, boş, mənasız bir filmə çevrilir. Məncə. Çünki əgər mən o filmə baxsaydım 6-7 il əvvəl, çox mənasız bir şey olardı, söndürərdim. Hətta 6-7 deməyim, çox deyim, 8-9 il əvvəl baxsaydım, çox mənasız olardı. Heç olmasa bir dəfə də olsun daxili aləminə çox dərindən enə bilmiş bir insan, o insan üçün daha mənalıdır. Bəli, mənim üçün orada hər dəqiqə ağlamaqdır.
Yox, birdən oppanmaq olmur. Üçə, ikiyə. İnsan özünü tapmamalıdır. Sən onsuz da özün özündəsən. Özünü tapmaq bilirsiniz nəyə oxşayır? Mən bacım haqqında bir hekayə danışmışdım ya, yox bilmirəm. Papağı yadınızda danışmışam, yox bilmirəm. Papağı başına qoyub papaq axtarırdı. Danışmışdım yoxsa yox? Məni çoxdan dinləyənlər. Başında papaq var idi, 2 yaşı var idi. Papağını axtarır hər yerdə. Tapa bilmir, əsəbləşir. Tapa bilmir, əsəbləşir. Hələ də xatirimizdədir bizim o hekayə. Və həqiqətən də bu gözəl bir şeydir ki, balaca uşaq kimi səndədir zaten o papaq, sən axtarırsan. Biz bacıma dedik yarım saat sonraki güzgüyə bax, baxdı güzgüyə gördü ki, bu papaq oradaymış, başındaymış. Eyni şey də özünü tapmağa çalışan insanlar kimi. Sən təşvişə düşüb bu balaca uşaq 2 yaşı var idi, papağı axtarır, təşvişlənib əsəbləşir. Ağlayır. Çox insan buna oxşayır. Sən onsuz da səndəsən. Sənin bütün potensialın, resursun, bacarıqların, hər şey səndədir. Amma sən özünü axtarırsan. Okey. O sən başındadır, sən içindədir. Necə deyim? Papaq kimi. Papaq texnikası qoyum gərək. Yadıma salın. Kimsə mənim sabah yadıma salsın. Ya da Aysel xanım 100% yadıma salacaq ki, papaq haqqında bir dənə reels çəkim mən. Mhm. Telefon. Corabı giyinirsiniz, sonra corabınızı axtarırsınız. Ona oxşuyur. Son olaraq aşk və pul və sonra keçirik texnikaya. Bəzi insan deyir, mən pul istəyirəm, bəzi insan deyir, mən aşk istəyirəm. Amma maraqlı bir burada bir şey var. Bir insan pulu necə qazanırsa, aşkı da elə yaradır həyatında. Bir insan aşkı necə yaradırsa həyatında, pulu da elə qazanır. Çox qəribədir. Zeytin Ağacı filmində maraqlı bir şey var idi. Birinci sezon idi, səhv eləmirəmsə. Orada sarışın qız, o birisi qızın yoldaşını səhv eləmirəmsə ilk dəfə görəndə onun yemək yeməyinə baxır və deyir ki, mən deyir, bunu adamın yemək yeməyindən uca bildim ki, bu həyatı necə yaşayır. İştahla yeyirdi və həyatı da iştahla baxır. Görmüşdünüz orasını. Həqiqətən də bir insan bir şeyi necə eləyirsə, başqa hər şeyi də elə eləyir. Çünki bir insan daxilində bir etalon oturur. Duyğusal etalon, ha? O demək deyil ki, pulu gedir riyaziyyat müəlliməsi olmaqla qazanırsa, aşkı da mütləq riyaziyyat müəllimi ilə yaşamalıdır. Bu məntiqi hissədən getmir söhbət. Hisslər səviyyəsində. Məsələn, mən əgər uzaqlaşan bağlanıramsa, məsələn, əvvəllər mən uzaqlaşan bağlanan, avoidantam mən klassik, qısası, indi də var avoidant davranışlarım. Və mən əvvəllər komandamı da elə vururdum ki, təzə-təzə işə başlayanda avoidance məndə çox daha qabarıq idi. Lap əvvəllər müdirlərimi elə seçirdim ki, onlardan qaçırdım. İşimdə də baxın, aşkdan mən avoidant kimi davranırdım həmişə. Həmişə əks cinslə mən qaçmaq, avoidance, nə bilim nə. Yəni avoidant qaçınqan tərəf həmişə məndə aktiv olub. Elə insanları da seçmişəm ki, soyuq olsunlar, zaten əvvəldən qaçsınlar ki, mənim qaçmağıma ehtiyac olmaz. Yəni full avoidance-da yaşayırdım əvvəllər. Və mən aşkda, münasibətlərdə, aşkda və münasibətlərdə o avoidant da belə deyərlər, qaçınqan kimi yaşayırdım deyə sevgini. Mən sonra da müdirimi belə elə seçirdim ki, ondan qaçmalıyam. İşimi belə seçirdim ki, ondan qaçmalıyam. Və sonra təzə-təzə mən komanda quranda elə adamları seçirdim ki, oradan da qaçmalı olum mən komandamdan. Onları da avoid eləməli olum. Onlar da mənə elə davransınlar ki, mən onlardan qaçmalı olum sadəcə olaraq. Yəni başa sala bilmir, kontakta girə bilmirdim mən komandamla. Hamısıyla yox, amma bir çoxları əvvəldən indiyə qədər işləyənlər də var. 5 ildə işləyən var komandada, 3 ildə işləyən var, 4 ildə işləyən var, amma bəziləri var idi ki, daha çox qaçmaq hissini oyadırdı. Və mən əgər müştərilərimin də bəzilərini elə seçirdim ki, mən onlardan qaçırdım davamlı. Bunların hamısı ona gətirib çıxarırdı ki, mən pulu da qazana bilmirdim. Qaçınqan emosiyalarla, hisslərlə, avoidance-la pulu da o cürə qazanırdım mən. Ona görə də indiki qədər yaxşı qazana bilmirdim. Amma indi daha fərqindəyəm. Bilirəm mən öz paternlərimi, hisslərimi, nə vaxt qaça bilərəm, nə vaxt qaçmaya bilərəm. Nə olsa qaçıram, nə olsa qaçmıram və s. və s. Bunların hamısını bilirəm. Özümü hiss edirəm, tanıyıram. Məsələn, mən artıq bilirəm ki, mənim komandamda hansı tipajda adam
adamlar olanda mən qaçmağa başlayıram öz işimlə belə. Uje o tipajda adamları mən ümumiyyətlə komandaya qəbul eləmirəm. Bunlar da kimdir? Bunlar da əlbəttə təşvişli insanlardır. Hansılar ki, emosiyalarında boğulurlar, hansılar ki, bir şey bir ara yığıb toparlayıb sistemə sala bilmirlər, kontrolu ələ ala bilmirlər, kontrolsüz insanlar. Okay? Kontrolsüz insanlar, bu insanları mən işə almıram. Mənə deyirlər, rəfiqəm numeroloq deyir ki, sən indi 8-ləri yığmısan komandaya. Deyirəm, niyə? Çünki başa düşmüşəm ki, daha sistemli, kontrollü insanlarla mən qaçmıram. Amma daha dağınıq insanlarla mən qaçmaq şeyim oyanır məndə, hissim oyanır. Okay. Və qısacası, hisslər səviyyəsində danışsaq, daha yaxşı həyatı anlaya bilərik biz. Hisslər səviyyəsində danışdığımız zaman biz başa düşürük ki, onsuz da təkcə aşk ya da təkcə pul olmur. Hər ikisi bir paraleldə gedir. Yenə də deyirəm, sən pulu necə qazanırsansa, bir dənə məşhur bloger var, Liz. Məsələn, Liz pulu necə qazanır? Baxın, çoxunuz demək olar ki, hamı tanıyır onu. Liz pulu necə qazanır? İllərdir. Kim tanır yazsın? Təşvişli, qaçır, dava, qırğın, mübarizə, savaş, qışqıra-qışqıra danışır özdə həmişə. Pisdir və ya yaxşıdır yox. Mən Lizi çox sevirəm, mənə çox motivasiya verir, çox sevirəm, çox dəstəkləyirəm, nə oldu yanındayım və s. Bu var məndə. Amma bir digər tərəfdən də işin fakt tərəfi var ki, Liz pulu mübarizə ilə, qırğınla, qışqıraraq, o içindəki savaşı göstərərək qazanır və onun münasibəti də həmişə belədir. Elə adamlar seçir ki, onlarla nə bilim məhkəmə, qırğın, uşağımı əlindən al, dava, qırğın isə. Liz əslən Azərbaycanlıdır. Hardandır? Lökbatandandır. Okey. Liz Gülvedirə çıxdı axırda, deyirsiniz. Həmişə qışqırır, dava eləyir və münasibətlər belə. Ya, eyni hisslərlə mən mübarizə hiss eləyirəm. Pula qarşı pulu da mübarizə ilə qazanıram. Mən də həyəcanlanıram qısası. Lizi çox sevirəm. Bütün heç bir videosunu qaçırmıram. Hamısına baxıram, dəstəkləyirəm, ürəkləri atıram. Həmişə belə yanındayım. Neynəsə də orada. Amma yenə də faktdır da, yəni mübarizə ilə. Bu insan mübarizə ilə eləyir bu şeyi və sevgidə də əlbəttə mübarizə ortamı yaradır. Yəni deyirəm, sən daxili bir patternin var, sənin daxili aləminə oturan emosional bir etalon var. O etalon sənin kompasın olur. Sadəcə o etalonla hansısa bir bəy yazıb ki, Lizin nömrəsini mənə ver. Nəysə, mən mən biraz ciddilikdən uzaqlaşmaq olar. Nəysə. Mən axır ki sizə qısacası izah eləmək istəyirəm ki, biz pulu necə qazanırıqsa, münasibəti də elə qururuq. Biz münasibəti necə qururuqsa, pulu da elə qazanırıq. Bunu dəyişə bilmərik. Bunu sadəcə üzərində işləyə bilərik, duyğuları təmizləyib, buraxa bilərik və yerinə yeni bir sxemlər, yeni paternlər, yeni seçimlər qata bilərik, ikinci həyat səviyyəsinə keçə bilərik. Üçə keçəndə bunların heç birinin mənası qalmır. Mən sevgi necə qururam, pulu necə qazanıram. Bunların heç birinin mənası qalmır. Üçüncü həyat səviyyəsində. Çünki üçdə sən xidmətdəsən, təslimiyyətdəsən, daha rahatsan. Heç bir mənası qalmır bunların. İnanın mənə, Liz gəlsə bizim bəylərlə tanış olsa, Bakıdan heç vaxt köçməz. Bizim bəylər, qızlar, siz bəyənmirsiniz. Amma ən elə emosional sağlam olan bəylər bizim bəylərdir. Maalesef qəbullaya bilərsiniz. Sizə elə gələ bilər ki, haradasa bir İspan, Alman və yaxud da nə bilim, Yunan kinolarda görürsünüz, daha yaxşıdır. Amma yox.
Bizim bəylər maskulindir, daha fədakardır. Bəli, bizim öz nutromuza daha uyğundur öz nutromuzdan olan bəylər. Məni izləyəndən sonra kişilərə nifrətinizi açdınız. Mən atasına qarşı güclü bir sevgi hissi daşıyan biriyəm. Mama temasını məndə bilirsiniz. Qızlara olan sevgim, qızlara olan heyranlığım, qızlarla o işləmə əzmim, qızları dəstəkləməyim, həmişə Lizin belə yanında olmağım. Hansı qız hara getdi, mən də dalınca da, yəni qızlar nə desəm həmişə mütləq doğru demişəm, amma kişilərlə bağlı da həmişə bu belədir. Düzü mənim işlədiyim kütlə daha çox kişilər yox, xanımlar olur, amma artıq biz bir master coach bəyi məzun etmişik, ardınca 3 master coach bəyi belə gəlir, bu da gəlir, bu da var. Amma mənim kişilərə qarşı da dəhşət böyük sevgim var. Azərbaycan kişilərinə qarşı. Ə, nə mənada ki, mən həqiqətən də çox atama qarşı olan o sevgi özünü göstərir kişilərlə münasibətimdə həmişə. Hı -hı. Bəli, xam halınıza qayıtmaq asan bir şey deyil. Birinci səviyyədən çıxmaq daha çətindir. Azərbaycan kişiləri sevgini. Ümumiləşdirmə olmaz. Azərbaycan kişiləri də çox fərqlidir. Hər biri çox fərqlidirlər. Amma elə bilməyin ki, həmişə the grass is greener deyə bir söz var ingiliscə. Bu atalar sözü kimi bir şeydir. Bu nə deməkdir? Bu o deməkdir ki, adama elə gəlir ki, həmişə öz darvazasından o tərəfdə həmişə hər şey daha yaxşıdır. İnsan öz darvazasının içərisinə baxmaq istəmir deyə boylanır o birisi darvazaya. Ona elə gəlir ki, o birisi darvazada hər şey yaxşıdır. Əslində isə o birisi darvazada hər şey yaxşı deyil. Sadəcə sən öz darvazanın içinə baxma cəsarəti, resursu yoxdur səndə. Ona görə sənə elə gəlir. Hər darvazanın, hər evin, hər yerin, hər bir şeyin öz minus və plusları var. Çünki bu həyat bu cürədir. Bəli, bizim kişilər ola bilər qısqancdır, amma məsələn, xarici kişilər ümumiyyətlə umurlarında deyil onların. Sənin qadının hardadır, neynir, hara gedir. Bu da var bu arada. Hansını seçirsən, bu da sənin seçimindir, düzdür? Hamının kişilərə qarşı nifrəti çıxdı qızların. Kimin nifrəti yoxdur, kim mən uzun müddətdir dinləyir, sakitləşdirin çatda. Keçək texnikaya. Mən nə istəyirəm eləmək, dostlar? Mən nə istəyirəm eləmək? Mən istəyirəm sizə daha qəşəng bir şeylər edim sizin üçün. Birdən içimdən gəldi. Və mən sizə texnikanı elə indi bu anda barabanlı drop, shock content elə indi bu anda mən sizə texnikanı üçüncü səviyyəli texnikalar paketindən ödənişli hissədən hazır texnikanı, bir var ödənişli hissədə elədiyimiz musiqisiz, elə belə bir texnika. Mən sizə hazır texnika deyəyim, indi bu anda. Yəni 8D yazılmış, keyfiyyətli, estetik, nə bilim və ödənişli paketdə. Yəni burada biz həmişəki kimi eləməyək, webinarın içində itdiz, batdız, axtardız bu şəkildə yox. Bütün Instagramdakılar da keçid eləyir Telegrama. Saat 21:00-da hazır olun. Suyunuzu için, çayınızı için, nə bilim, Primeraya qeydiyyatınızı keçin, rahatlaşın, yerinizi düzəldin, qulaqçıqlarınızı taxın. 21:00-da komanda sizə hazır şəkildə səliqəli, keyfiyyətli 3-cü səviyyə texnikanı göndərsin. Amma sonra söz verin ki, texnikadan sonra da, düzü söz verin deməyək də, sadəcə mən çox istəyərəm ki, yəni sizi məcbur eləyə bilmərəm, amma mən çox istəyərəm ki, içinizdən gəlirsə, yenə də geri dönüşlərinizi paylaşım kimi eləyəsiniz, hisslərinizi. Qoyun bir dostunuz, sadəcə mamanız baxırsa belə baxsın, kimsə faydalanacaqsa, kimsə görəcəksə, bu çox dəyərli bir şeydir sizin özünüz üçün də. Duygusal botoks olmuşam yazırsınız. Nə gözəl bir cümlədir bu. Mən bunu yadda saxlayacağam. Duygusal bir botoks olmuşam. Yəni iflic olub da duyğularımın üzüm. Çox qəşəng ifadə elədiniz.
Çox qəşəng ifadə elədiniz. Bizim hər bir ödənişsiz proqram, hər bir ödənişli proqramda ilk hissə bu texnika ilə başlayır. Hissələri açmaq üçün olan texnika ilə. Bütün ödənişli proqramlarda. Resursu bərpa etmək, hissələri qaytarmaq və s. Mhm. Yəni duyğusal botoks olmusunuzsa, gəlin ödənişli təlimlərə hissləriniz açılacaq. Texnika sizə botda, kanalda, hər yerdə. Tələbələrim də o cür eləyir. Çox sevinirəm. Çox sevinirəm. Çünki mən öz master koçlarıma da reqlamentlər göstərirəm. Necə etməlidirlər, nə daha düzgündür və s. Çox sevinirəm ki, düzgün gedirlər. Sizin də ən yüksək faydanız olur. Texnika nə qədər qalacaq söz verə bilmərəm. 21:00-a çalarlı zənginizi qurursunuz. Hər birinizi çox sevirəm. Hər birinizə içimdə olan sevgidən, puldan, hər şeydən. Bax, istəyirəm ki, sizə də yayılsın hamısı. Hər birinizin həyatında hər şey çox gözəl olsun. İndi bu enerjini, bu hissləri alın. Mən sizə arzu eləyirəm ki, kimin nə niyyəti var idisə, aşkı tapmaq, sevgini tapmaq, nə bilim, ailə qurmaq olsun tezliklə. Kimin niyyəti var idisə özünə qayıtmaq, özünü hiss eləmək olsun tezliklə. Kimin niyyəti var idisə ki, biznes, pul və s. o da olsun tezliklə. Mən bunu içdən istəyirəm. Amma mən bir tərəfdən də reallıqla bilirəm ki, istədiyiniz hər şey üçün addım atmalısınız, resurs xərcləməlisiniz. Sevgi istəyirsinizsə addım atmalısınız insanlara doğru. Çevrə istəyirsinizsə addım atmalısınız insanlara doğru. Biznes istəyirsinizsə addım atmalısınız yenə də insanlara doğru. Təəssüflər olsun ki, hər şey insanlara doğru addımdan başlayır. Eyni şey sağlamlıqda belə. Sən insanlara xidmətə keçəndə daha sağlam olursan, insanlara doğru addım atmağı, biraz üçüncü səviyyədən resurs tapıb xırda da olsa addımlar atmağı bacarmaq lazımdır. Texnikanı necə edəcəyinizi paylaşacağıq. Hər birinizi çox sevirəm. Bərk-bərk qucaqlayıram, öpürəm. Nə yaxşı ki varsınız hər biriniz. Və bu 3 gün necə keçdi? Siz mənə stressdə gözləyəcəm. Çünki öz adım olsa çıxacaq qabağıma bilirəm. Adımı yazdım başda ki, əsər istəmli ilə təlimdə edin və s. Belə. Sağollaşıram sizlə növbəti görüşlərimizə qədər.